Azərbaycanda 2028-ci ildən əhali işıq və qazın istifadəsi üçün sabit tarif sistemi ilə ödəniş edəcək. Bu ödəniş məcburi olacaq, istifadə etsək də, etməsək də məcbur bu abunəliyə qoşulmalıyıq, çünki həyatımızı qazsız, işıqsız çətinləşdirmiş olaraq əgər imtina etsək. Burada xidmətə görə yox, abunə olmaq üçün ödəniş edirsiniz və bu sistem sizə gəlir qazandırmır. Etdiyiniz ödəniş müqabilində. Livgood üzvlük sistemi isə sizə həftəlik və aylıq qazanc verir. Aylıq üzvlük sadəcə $9.95, yəni sadəcə $10-dır. İstəyən istifadə edir, istəməyən sadəcə qazanc platforması kimi baxa bilər bu sistemə. Yəni qazanc var burada, amma məcburiyyət yoxdur. Sistem istifadəyə görə mükafatlandırır sizi. Aktiv iştirak edən daha çox qazanc əldə edə bilir burada. Artıq qərar sizindir. Livgoodu seçərək bütün bu gündən-günə artan kommunal ödənişləri də ödəyə bilərsiniz. Üstəlik mağazaya getdikdə qiymətə baxmadan rahat şəkildə alış-veriş də edə bilərsiniz. Ümumiyyətlə arzuladığınız həyatı Livgoodla yaşaya bilərsiniz. Unutmayın ki, insan kasıb olaraq doğulursa bunun öz seçimidir. Amma kasıb olaraq həyatla vidalaşırsa, bu artıq onun birəbir öz seçimidir.